Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim. Bu günləri də növbəti 5 sualla qarşınızdayım. Başlayaq suallarımıza. Belə bir sual nəzərə yetirək. Deyir, ilk 20 natural ədəd içərisindən təsadüfən seçilmiş bir ədədin sadə ədəd olması hadisəsinin ehtimalını tap. Sadə ədəd olması hadisəsinin ehtimalını tap. İlk 20 natural ədəd içərisində deməli 20 dənə natural ədəd qeyd edirəm, burada qoy qalsın. Başlayıram, hansılar sadədir burada? 2-dir sadə, 3-dür. 5'dir, 7'dir, 8'dir, onlar yox, 11, 13, 17 və 19. Neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 20-də 8. Bunu da yaxşılar aparan nə qalır? 10-da 4 qalır. Deməli, götürən ədədin sadə olma ehtimalı nəyə bərabərdir? 0,4. Yəni, rahat sualdır. İmtahanda 11'lərin bıraxasını belə bir sual görsəz yazmaq rahat olur. Növbəti bir suala baxaq. Bizə deyir ki, x bərabərsini ödəyən tam həllərin cəmini tap. Bu bərabərsini ödəyən deməli, x nə qiymətlər ala bilər? 2-ni, 3-ü, 4-ü, 5-i və 6-nı. Bunların cəmi də nə olar? Deməli, 2, 3, 5 verir, bu da 5. 10 üstündə 10 nə verəcək? 20. Deməli, cavabımız olacaq nə? Cavabımız olacaq 20. Yaxşımı? İndi baxırıq nəyə uşaqlar? Baxırıq nəyə? Deməli, bizə verib ki, bir dəqiqə üzr istəyirəm. Hə, deyə bu sual. Belə bir sual verib bizə. Deyir ki, çevrə verilib, çevrənin mərkəzi bucağı 50 dərəcədir. Bizə deyir ki, daxilə çəkilmiş alfa bucağının qiymətini tap. Hə, uşaqlar, necə taparıq bunu? Hə? Rahat taparıq. Əgər bura 50 dərəcədirsə, deməli, bu qövs nə qədərdir? Bu qövs də 50 dərəcədir. Daxil çəkilmiş bucaq nəyə bərabərdir? Qövsün yarısına. Yəni nə? Yəni 50-ni bölərək nəyə? 2 yerə. Alarıq nə? Alarıq 25. Deməli, cavabımız olacaq nə? Cavabımız olacaq 25. Aydın oldu mu bizə? Bir də rahat suallardandır, qəşəng suallardandır. Növbəti suala baxaq. Deyir, Qadir əvvəl işin 60%-ni, daha sonra işi qalan işin 30%-ni gördü. İşin neçə faizi qaldı? Bu Qadir bəy işin 60%-ni görüb. Deyir ki, iş 100-dür. Bunun 60%-ni gördü. Yerdə nə qədər qaldı? 40 qaldı. Deyir, sonra bunun da 30%-ni gördü. 40-ın da 30%-ni görəndə nə qalır yerdə? Yəni 12-sini görüb də. 40-dan çıxıram nəyi? 12-ni. Alıram nə? Alıram 28. Deməli, işin neçə faizi görülməmiş qaldı? 28% görülməmiş qalır. Bu da rahat suallardandır, yaxşı suallardandır. Mən hələ də mənim maraqlıdır. 2020-ci ildə niyə belə bir sual salıblar? Çox qəşəng və sadə sual deyir. Kökdə 4 üstəgəl kökdə 25 ifadəsinin qiymətini tap. Ha, belə bir şey. Nə alırıq burada? Yazırıq kökdə 4 üstəgəl. Burada nə çıxır? 5. Bu da verir kökdə 9. Burada nə alırıq biz cavabı? 3 alırıq. Çox rahat suallardandır. İnşallah ki, bu ilk 11-lər içində belə suallardan biri düşər. Video xoşunuza gəldiysə uşaqlar, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.